Düşərgədə 100 nəfər şagirdin 16 gün istirahət etməsi nəzərdə tutulmuşdu. Düşərgə rəhbərliyi buna uyğun olaraq ərzaq sifariş verdi. Sonradan şagirdlərin 160 nəfər, istirahət müddətinin isə 12 gün olacağı barədə məlumat verildi. Buna görə düşərgə rəhbərliyi ərzaq sifarişini neçə faiz artırmalıdır? Əvvəl düşərgədə 100 nəfər və 16 gün istirahət etməli idisə, buna uyğun ərzaq 1600 və 160 nəfər olduqdan sonra isə 12 gün istirahət etmələri üçün burada da 1920 olacaq. Və deməli, bizə lazımdır neçə faiz artırmalıdır. 1920 çıxılsın 1600, hesablayaq fərq nə qədər olmalıdır? Bu da olacaq 320. Deməli, 320 x faizdir. Əvvəl isə olmalı idi 1600. 1600 də 100 faizdir. Buradan x tapaq. X bərabərdir 320-ni vuraq 100-ə, bölək 1600-ə. Sıfırları silsək 320 bölünsün 16, yəni 20 faiz artırmalıdır.